Biz yeni ildə əslində nəyi qeyd edirik? Miladdan əvvəl günəşə sitayiş edən bütpərəstlər hər gün biraz daha günəşin onları tez tərk etməsinə kədərlənirdilər. Yəni yanvardan üzü dekabra getdikcə günlər biraz daha qısalır və günəş biraz daha tez batmağa başlayır. Və bunun nəticəsində bu günəşə tapan, günəşə sitayiş edən xalqlar da kədərlənirlər ki, bizim Tanrımız bizi tez tərk edir. Və 25 dekabrdan sonra günlər uzanmağa başladıqda buna da sevinirlər ki, artıq Tanrımız biraz daha bizimlə çox qalmaq istəyir və bu sevinmələrinin nəticəsində də bu günləri, yəni 25 dekabr və 1 yanvar arası olan günləri bir bayram olaraq qeyd edirdilər. Bu xüsusi günlərində hinduşka bişirirdilər, qaz qızartırdılar, donuz qızartırdılar və ya bir-birləri ilə hədiyyələşirdilər. Və bu günlərində hər yeri işıqlandırırdılar. Necə ki, günümüzdə də Avropa ölkələrində gördüyümüz kimi bu artıq bizim məmləkətlərimizdə də var. Ən çox da biz bunu Avropa ölkələrindən görmüşük, onlardan götürmüşük. Bu günlərdə yolkaların işıqlandırılması, ticarət mərkəzlərinin, evlərin xüsusi bəzəkli işıqlarla işıqlandırılması, onlar da bu günlərdə bu şəkildə işıqlandırmalarla öz bayramlarını qeyd edirdilər və bizim içimizdə olan, bizim cəmiyyətimizdə olan cahil müsəlmanlar da bu gündə bu bütpərəstlərin bayramını qeyd edirlər.